Təsəvvür edin ki, milyonlarla insanın yaşadığı bir yarımadaya yanacaq çatdırmaq getdikcə çətinləşir. Əsas limanlar vurulur, bərə keçidləri dayanır və bütün yollar təhlükə altına düşür. Bəs Krım həqiqətən də Rusiyadan təcrid olunur. Ukraynanın son zərbələri müharibənin gedişatını dəyişə bilərmi? Son günlər işğal altındakı Krım yarımadasında baş verən hadisələr diqqət mərkəzinə çevrilib. Ukrayna silahlı qüvvələri Krım və ona gedən əsas nəqliyyat marşrutlarına ardıcıl zərbələr endirərək yarımadanın logistikasına ciddi zərbə vurur. Keç limanı, neft anbarları, bərə keçidləri və strateji nəqliyyat infrastrukturu hədəf alınır. Sosial şəbəkələrdə yayılan görüntülər zərbələrin miqyasının getdikcə genişləndiyini göstərir. Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbəri Sergey Aksyanov yarımadada yanacaq satışına məhdudiyyət qoyulduğunu açıqlayıb. Onun sözlərinə görə yanacaq yalnız xüsusi xidmət qurumlarına və fövqəladə hallar xidmətlərinə veriləcək. Məlumatlara görə Keç ticarət limanındakı neft anbarına endirilən zərbə nəticəsində mühüm təchizat infrastrukturu zədələnib. Eyni zamanda Keç bərə keçidinin fəaliyyəti də dayandırılıb. Bu isə Krımın Rusiya ilə əlaqəsini təmin edən əsas marşrutlardan birinin sıradan çıxması deməkdir. Alternativ quru yolları da təhlükə altında olduğu deyilir. Beləliklə, yarımadanın təchizat imkanları getdikcə məhdudlaşır və hər iki tərəfin strateji mübarizəsində Krım yenidən əsas diqqət mərkəzinə çevrilir. Bəs bütün bunlar nə deməkdir? Ukrayna Krımı tam təcrid edə bilərmi? Rusiya bu vəziyyətə necə cavab verəcək? Və bu hadisələr müharibənin gələcək gedişatına necə təsir göstərə bilər?